Su basan həyətlər, çirkəb içərisində qalan evlər. Görüntülər paytaxtın Xəzər rayonu Binə qəsəbəsi Şah İsmayıl Xətai küçəsindəndir. Sakinlər deyirlər ki, ərazidə mərkəzləşmiş kanalizasiya sistemi olmadığından aylardır ki, evləri, həyətləri çirkəb içində qalıb. Onlar bildirirlər ki, su onların evlərinə gedən yolu da bərbad vəziyyətə salıb. Bu səbəbdən əraziyə nə taksi, nə də digər avtomobillər gəlir. Yolumuz, izimiz yoxdur. Yağanda bax suyun içində qalırıq. Uşaqlarımız məktəbə gedə bilmirlər, bağçaya gedirlər, gedə bilmirlər. Xəstəmiz olur, skoru çağırırıq, 2 saat gözləyirik. Taksi çağırırıq bir yana getməyə, taksi girmir bu küçəyə. Hamının aydınlığı bir də ambardır ki, ambarda bir dolur. Kimin imkanı var, kimsə imkanı yoxdur ki, maşın çağırsın, onu su çəksin, oradan ambar çəksin. Hər dəfə də onu eləmək olmur axı. Onun da qiyməti 50 manatdır, 70 manatdır, 20 manatdır. Kanalizasiya xətti yox, su yox. Belə pis vəziyyətdə yaşayır. Evlərə dolur da. Evlərin altı hamısı olur su. Hə, bax göl sudur hamısı. İndi siz özünüz çəkəcəksiniz bu suyu, hə? Hərdən motorla çəkirik, yenə gəlir yığılır. Kanalizasiya yoxdur, yenə gəlir dolur, yığılır, yenə çəkirik. Neçə müddətdir bura belədir? Payızdan bura çoxdan. Sakinlər bildirirlər ki, aidiyyatı qurum tərəfindən əraziyə dəfələrlə baxış keçirilsə də heç bir iş görülməyib. Bu səbəbdən onlar çirkli suları dəfələrlə öz hesablarına çəkməli olublar. Hər yerə müraciət eləmişik, amma heç baxan yoxdur. Hə, eləyirik, eləmirlər. Qurumlardan icraya da zəng edir. Gəlirlər, çəklik ellər, yaxşı olacaq, çıxış edirlər. Heç də hamı da o sözlər ki, yaxşı olacaq. Acaq olacaq bilinmir, vaxt vermirlər. Bizim istəyimiz odur, yollarımızı bərpa eləsinlər, yollara baxsınlar. Uşaqlar məktəbə gedir, əziyyət gedir, çəkirlər gedib gəlmək üçün. Çəkən yoxdur, baxan yoxdur. Yox, heç kim baxmır, nə çəkmir. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Xəzər xəbərə bildirilib ki, həmin ərazidə qurumun mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihənin icrası, kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər də nəzərə alınmaqla həyata keçirilir. O cümlədən yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq aparılır, deyə qurumdan bildirilib. Nərmin Məmmədhəsənli, Namiq Hüsiyev, Kəmalə Əlmuradova, Xəzər xəbər.